Salih, sən bu keçən həftəyə qədər summativlərini yazmısanmı? Bəli, həm də öyrənmişəm. Maşallah. Gələn həftə summativin varmı? Təsvir. Bəli, Təsviri incəsənət. bəli. Hə, oradan hansı mövzular düşəcək? Bilirsən? Naxış və ornamentlər, simmetriya və... Nə deməkdir onlar? Naturaldan rəsm. Nə Naxış deməkdir və onlar? ornamentlər, Hə. ornament təkrarlanan naxışa deməkdir. Aha. Naturaldan rəsm isə bizim qarşımızdakı varlıqdır. Aha. Amma Simmetriya. simmetriya isə simmetriya oxunun başqa bir şey olmadığını və hər şeyin bərabər olunacağını, amma simmetrik olmayan isə hansısa bir tərəfində başqa şey var. Məsələn, çay tökən, meyvə şirəsi tökən. Onun bu tərəfində bir şey var. Aha. Məsələn, dairə kimi bu. Aha, digər tərəfində yoxdur, hə? Yox, bəli. Onda o simmetrik deyil, hə? Bəli, Hə, başa düşdüm. Ən çox sevdiyin fən hansıdır? təsvir və riyaziyyat. Riyaziyyat. Riyaziyyatdan hansı hissəni xoşlayırsan? Həndəsi fiqurlar, Həndəs fiqurlar, həndəs fiqurlar neçə yerə bölünür? müstəvi fiqurlar və fəza fiqurlar. Hansılardır fəza fiqurları? Kuboid, kürə, kub və piramida, silinder və konus. Bəs müstəvi fiqurlar hansılardır? Kvadrat, üçbucaq, dairə, düzbucaq, beşbucaqlı, altıbucaqlı. Ay maşallah. Hə. Əla, qəşəng. Təbriklər. Sağ ol. Sağ ol.